tarix yazılan torpağa yenidən qaydırıq. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən Prezident Kuboku 2025 beynəlxalq reqatası 30 aprel saat 11-dən etibarən su qovuşanda möhtəşəm açılışla start götürür. Avropa, Asiya və Afrikadan 20-dən artıq ölkə, 200-dən çox idmançı dostluq, sülh və idman birliyində bir araya gəlir. Təntənəli açılış mərasimi, su üzərində göz qamaşdıran şoular, avar çəkənlərin nümunəvi çıxışları və ardınca ilk yarışlar, 200 metr məsafədə ilk medallar uğrunda nəfəs kəsən mübarizə. Bu sadəcə yarış deyil, bu xalqın gücünü, idmanın birləşdirici ruhunu nümayiş etdirən möhtəşəm hadisədir. Prezident Kuboku 2025 su qovuşandan dünyaya yayılan güc və iradə mesajı. Su qovuşana köç edən bütün sakinlər bu möhtəbər yarışa dəvətlidir.